Salam, hər vaxtınız xeyir. 9 mart 2026-cı il tarixində həyata keçirilən 11-ci sinif buraxılış imtahanının bir sıra suallarını nəzərdən keçirək. Azərbaycan dili ilə bağlı 31-ci sualın izahına baxaq. 31-ci sualda bizə deyir ki, nəhayət hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməmi aldım cümləsinin sintaktik təhlil sxemini müəyyən edin. Nə etdim? Aldım. Nəyi? Şəhadətnaməmi tamamlıq. Haradan aldım? Gimnaziyadan aldım yer zərfliyi. Nə vaxt aldım? Hərbi xidməti başa vurduqdan sonra bu da olacaq deməli zaman zərfliyi. Nəhayət sözünü isə biz cümlə üzvü götürmürük, çünki modal sözdür, köməkçi intiqsarı cümlə üzvü götürülə bilməz. Zərflik, tamamlıq, xəbər cavab olacaq Y variantı. 32-ci suala baxaq. 32-ci sualda bizdə fe'li sifət tərkibini istəyir. Hansı cümlədə fe'li sifət tərkibi işlənir? Bu tipli suallarda ilk növbədə variantlarda olan cümlələri sintaktik təhlil etmək daha məqsədə uyğundur. Ev sahibləri gələn qonaqları mehribanlıqla qarşıladılar. Nə etdilər? Qarşıladılar. Kim? Ev sahibləri. Kimi? Qonaqları. Hansı qonaqları? Gələn qonaqları. Müəyyən fe'li sifətlə ifadə olunur. Fe'li sifət tərkibi ilə? Yox. A variantı uyğun gəlmədi. Ahəstə süzən qartal anidən şikarına tərəf şığıdı. Nə etdi? Şığıdı. Kim? Nə? Qartal. Nə? Qartal. Hansı qartal? Ahəstə süzən qartal. Deməli, təyin vəzifəsində fe'li sifət tərkibidir. Süzən an ən fe'li sifətdir. Sonda gəlib və ahəstə sözünü özünə tabe eləyib. Olur fe'li sifət tərkibi. Fe'li sifət tərkibi cavab B variantı. C-yə baxaq. Asif yazılmış məktubu qatlayıb zərfə qoydu. Nə etdi? Qoydu. Kim? Asif. Nəyi? Məktubu. Hansı məktubu? Yazılmış məktubu. Fe'li sifət. Sadəcə fe'li sifət. Təyin vəzifəsindədir. C variantı uyğun gəlmədi. Dostum, oxuyan məqsədinə çatar. Kim məqsədinə çatar? Oxuyan. Mübtədə fe'li sifətlə ifadə olunur. Yaşıllaşan ağaclar göz oxşayırdı. Nə edirdi? Göz oxşayırdı. Nə ağaclar? Hansı ağaclar? Yaşıllaşan ağaclar. Fe'li sifət, sadəcə fe'li sifət təyin vəzifəsindədir. Y variantı da uyğun gəlmədi. Bizdən fe'li sifət tərkibi istəyir. O da cavab B variantı. 33-cü sualda nümunə ilə bağlı yanlış fikirləri istəyir. Nümunədə bizə şeir veribdir. Şeirə baxaq. Yerimi öyrətdin tutub əlimdən, dolaşdım aranı, dolaşdım dağı. Balana yerimək öyrədincə sən, gərək öyrədəydin yıxılmamağı. A variantda deyir ki, əvəzin bir məna növündən istifadə edilib. Deməli, biz misralara bir-bir baxmalıyıq. Birinci misrada əvəzlik yoxdur, 2-də də yoxdur. 3-də balana yerimək öyrədincə sən şəxs əvəzliyidir. Şəxs əvəzliyi. Əvəzliyin sadəcə bir məna növü, 4-cü misrada isə yoxdur. Sadəcə bir məna növü də şəxs əvəzliyi istifadə olunur. Doğrudur, bizdən yanlışları istəyir. Yönlü halda işlənmiş söz mənsubiyyət şəkilçilidir. Deməli, sənin balan, öz artıra bilirəmsə qabağına, balla sözün kökü, n mənsubiyyət şəkilçisi, a isə yönlük hal. Yönlük halda söz mənsubiyyət şəkilçilidir. Bəli, doğru fikir. C variantda ikinci misrada işlənmiş isimlər təsiri haldadır. Baxaq, dolaşdım aranı, I təsiri hal, dağı, haranı, I təsiri hal. Aran və dağ sözləri isimdir. Bəli, deməli doğrudur. D variantda təsvirlənən feillərin hamısı xəbər şəklindədir. Hamısı, həmişə, yalnız bu tipli cümlələrə həmişə diqqətlə baxın. Çünki ümumiləşdirmə bildirən sözlər, məsələn, hamısı, həmişə, bu tipli sözlər işlənən cümlələrdə çox zaman əksəriyyəti səhv çıxır. Ona görə, məsələn, bu tipli cümlələrə daha çox diqqət yetirin. Məsələn, deyir, təsvirlənən feillərin hamısı xəbər şəklindədir. Gəlin, baxaq təsvirlənən feillərə. Öyrətdin, dolaşdım, sonra öyrədəydin, öyrədincə təsvirlənməyən feildir. Yıxılmamaq, məsələ təsvirlənməyən feildir. Öyrətdi, d, keçmiş zaman şəkilsi, təsvirlənən xəbər şəkli. Dolaşdı, d, xəbər şəkli. Sonra dolaşdı, d, keçmiş zaman şəkilsi, xəbər şəkli. Öyrət sözün kökü, arzu şəklin şəkilsi, öyrədə idim, idinin qısaltmasıdır, d. Deməli, arzu şəklin şəkilsi. Biri arzu şəklində, üçü isə xəbər şəklində olmalıydı. D variantı yanlış. Bizdən də yanlış istədiyini görə cavab olacaq D variantı. Yalnız qrammatik mənası olan söz işlənmişdir. Yalnız qrammatik mənası olan söz köməkçi nitq hissəsidir. Bir söz işlənib, bəli, o da gərək sözüdür. Bu da doğru fikirdir. Daha sonra baxaq deməli 34-cü suala.
34-cü sualda tərzi hərəkət zərfinin təsriflənməyən feilə aid olduğu nümunələri istəyir. Təsriflənməyən feilə aid olan nümunə. Deməli, birinci cümlədə yazıb ki, tamamilə xəbərsiz idi ki, necə gəliblər. Birincisi, bu cümlədə təsriflənməyən feil yoxdur. İkincisi də ki, tamamilə sözü kəmiyyət zərfidir. Kəmiyyət zərfi, tərzi hərəkət zərfi deyil. Necə sözünü deyiriksə, necə də olmaz, çünki necə əvəzlikdir. Uyğun gəlmədi. Bir variantını gəlin çıxaq. Daha sonra 2-də deyir ki, belə danışmaq məstərdir, təsriflənməyən formadır. Belə sözü ona aid olur, amma belə əvəzlikdir. Deməli, 2 variantında uyğun deyil. Burada da tərzi hərəkət zərfi işlənməyib. 2-ləri də çıxsaq, cavab qalır C variantı. 3-də isə onlar ev yiyəsi ilə gülə-gülə salamlaşıb içəri keçdilər. Salamlaşıb feili bağlama, təsriflənməyən feil. Gülə-gülə də aid olub ona. Amma ki, gülə-gülə, gülmək feilinə artıran təkrarlanan şəkilçisi. Bu feili bağlamadır. Feili bağlamaya aid olubdur. 3 variantı da deməli uyğun deyil. Tərzi hərəkət zərfi orada yoxdur. Daha sonra Şuşada çiyin-çiyinə döyüşdüyü dostlarını heç vaxt unutmurdu. Döyüşdüyü təsriflənməyən feildir. Çiyin-çiyinə tərzi hərəkət zərfidir. 4. Öz uğurlarının iftixarla danışan ən feili sifət təsriflənməyən iftixarla tərzi hərəkət zərfi 5-dir. Dilucu təşəkkür edib feili bağlama təsriflənməyən feil. Dilucu isə orada olacaq deməli tərzi hərəkət zərfi. Necə təşəkkür edib? Dilucu təşəkkür edib. Tərzi hərəkət zərfi 4, 5, 6 cavab olur C variantı. 35-ci suala baxaq. 35-ci sualda bizdən uyğunsuzluq istəyir. Vasitəsiz nitqli cümlə, durğu işarələri buraxılıb. Vasitəsiz nitqli cümlənin sxemini istəyir. Deməli, A variantda yazıb ki, Qarı biraz düşünüb, yaxşı, qərar sənindir dedi. Qarı biraz düşünüb müəllif. 2 nöqtə. Dırnaqlar açıldı. Yaxşı, qərar sənindir. Vasitəsiz nitq. Yaxşıdan sonra virgül var. Amma ki, yaxşı modal sözdür. Modal sözün virgülünün vasitəsiz nitqi nə dəxli? Uyğun gəlmədi. Deməli, dırnaq bağlanır, dedi müəllif. Virgül, müəllif. Nöqtə. Sxema uyğundur. Bəli. Durğu işarələri də yerində qoyulub. Bəli. Deməli, A variantı doğru. B-yə baxaq. Bəli dedi. Bir dəfə yerli bələdçilərlə qoruğa getmişdik. Bəli. Vasitəsiz nitq. Dırnaq açıldı. Vasitəsiz nitq. Dedi. Virgül, M. Bir dəfə yerli bələdçilərlə qoruğa getmişdik. Virgül, vasitəsiz nitq. Dırnaqlar bağlanır. Sonda isə nöqtə. Sxema uyğundur. Xeyr. Sxemimizin də uyğunsuzluğu istəyir B variantı. Biz demək olar ki, çatmışıq deyə Səlim gülümsədi. Biz demək olar ki, çatmışıq. Vasitəsiz nitq. Dırnaqlar açılır. Vasitəsiz nitq. Deyə Səlim gülümsədi. Müəllif. Virgül, müəllif. Sonda da nöqtə. Düzgün veribdir. Bəli. C variantı uyğundur. Daha sonra D-yə baxaq. Mən buradayam. Komandir. Cəld dilləndim. Bura gələ bilərsinizmi? Mən buradayam. Komandir. Dırnaqlar açılır. Vasitəsiz nitq. Cəld dilləndim. Virgül, müəllif. Virgül, bura gələ bilərsinizmi? Vasitəsiz nitq. Sual işarəsi. Çünki sual cümləsidir. Bura gələ bilərsinizmi? Sonda isə dırnaqlar bağlanır. Düzgün verib. Bəli, D variantı doğrudur. Kapitan səmiyyətlə dedi. Sizi təbrik edirəm, leytenant. Kapitan səmiyyətlə dedi müəllif. 2 nöqtə. Dırnaqlar açılır. Sizi təbrik edirəm, leytenant. Vasitəsiz nitq. Dırnaqlar bağlanır. Sonda da nöqtə. Düzgün verib. Bəli. Deməli, Y variantı doğru. Bizə uyğunsuzluğu istəyir. Cavab B variantı. 36-cı suala baxaq. 36-cı sualda bizdə klasteri tamamlaya bilməz deyir. Deməli, biz hər iki sözün tələffüzünü yazmalıyıq. Bu canlı tələffüz olunur. Uşaq canlı. Nəyə görə qılsıya çevirir? Çünki özünə sonra samit gəlibdir. Açıq aşkar tələffüz olunur. Açıq aşkar. Nəyə görə qılğıya çevirir? Çünki özünə sonra sait gəlibdir. Səs və hərflərin sayı bərabərdir. Gör səs və hərflərin sayı. Sait artımı, samit artımı, sait düşümü yoxdur. Səs artımı, səs düşümü yoxdursa, səs və hərflərin sayı bərabərdir. Və yaxud da eyni sayda olsaydı səs artımı, səs düşümü deyərdi ki, bərabər. Heç bir
Variant uyğun gəlmir. Deməli, səs və hərflərin sayı bərabərdir, doğrudur. Bizdən deməli uyğun olmaz, tamamlaya bilməz deyir deyə yanlışları qoyacaq bura. 3 cingiltili samit işlənmişdi. 3 cingiltili samit işlənmişdi. Baxaq. C cingiltili, N cingiltili, N cingiltili. 3 cingiltili var. Bəli. Baxaq o birisi sözə. Açıq G cingiltili, G cingiltili, R cingiltili. 3 dənə cingiltili var. Bəli. Bu hər ikisi üçün doğru fikirdir. Bizdən yanlışı istəyir. Bir doğrudur. 2-yə baxaq. G samitinin kar qarşılığı işlənib. G samitinin kar qarşılığı G-dır. G birincidə var, amma ikincidə yoxdur. Hər ikisi üçün ortaq deyil. Deməli, 2 yanlışdır. 2-ni götürəcəyik. Açıq sahitlərin sayı qapalı sahitlərin sayından çoxdur. Ş, X. İkisi kar. Daha doğrusu bizdən açıq sahitlər, qapalı sahitlər istəyirik. A və A. Bunlar açıq. U və I qapalı sahit. Açıq qapalı bir-birinə bərabərdir. 2 2-yə bərabər. Açıq və qapalı sahitlər bir-birinə bərabərdir. İkinci üçün düz ola bilər, amma birinci söz üçün yanlışdır. Birinci söz üçün deməli yanlış olduğu üçün ortaq fikir götürə bilmirik. 3 də deməli yanlış olur. Deyilişi ilə yazılış arasında 2 fərqli məqam var. Gəlin baxaq uşaq canlı sözünə. Q X-ya çevrilib 1, L N-ya çevrilib 2. 2 fərqli məqam var. Açıq aşkarda G X-ya çevrilib 1, K G-ya çevrilib 2. 2 fərqli məqam var. Hər ikisi üçün doğrudur. 4-ü götürmürük. Deməli, baxaq sonra. Yanaşı işlənən kar və cingiltili samitlər var. Deməli, X karda C cingiltilidir. Ş karda C cingiltilidir. Kar cingiltili yanaşı gəlib. Deməli, 5 variantı da hər iki söz üçün uyğundur. Kar qarşılığı olan bir samit işləmir. Bir samit. Baxaq. Deməli, uşaq canlı sözündə sadəcə C-nin kar qarşılığı var. Ş və X özləri kardır. N-ların cingiltili kar qarşılıqları yoxdur. Sadəcə C samiti cingiltilidir. Onun kar qarşılığı C-dır. Sadəcə bir dənəsi var. İkinci sözdə isə C, Ş, bunlar özləri kardır. G-nın da kar qarşılığı var. X-dır. G-da K-dır. R-da isə yoxdur. Burada 2 samitin kar qarşılığı var. 2 samitin kar qarşılığı var. Birində 1-dir, birində 2-dir. Hər ikisi üçün doğru fikir deyil. Deməli, 6. Yanlış olanlar yazıla bilməyənlər hansılardır? 2, 3, 6 cavab olur A variantı. 36 cavab A. 37-yə baxaq. 37-də nümunələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin deyir. Gəncliyim, şərəfim, müqəddəratım bir ürkək ceyranın əlinə düşdü. İkinci nümunəyə baxaq. Qayıt, yerinə qoy ay günəşi. Yenə olduğu tək görüm həyatı. Qayıt gözümün nuru, könlüm atəşi. Qayıt sahmana sal bu kainatı. Nümunələrin hər ikisinə aid olanı istəyir bizdən. Nitq hissəsi ilə ifadə olunan həmcins üzvlər işlənir. Baxaq. Bir gəncliyim, şərəfim, müqəddəratım bir ürkək ceyranın əlinə düşdü. Nə? Nə ceyranın əlinə düşdü? Gəncliyim, şərəfim, müqəddəratım. Bunlar həmcins müftədalardır. Həmcins müftədalar nə ilə ifadə olunur? Gəncliyim isimlə, şərəfim isimlə, müqəddərat isimlə. Demək, birinci fikir, birinci nümunə üçün doğrudur. 2-yə baxaq. Qayıt yerinə qoy ayı, günəşi. Nəyi yerinə qoy ayı? Nəyi yerinə qoy günəşi? Həmcins tamamlıqlar nə ilə ifadə olunur? Sadəcə bir dənə söz, nitq hissəsi ilə. Ay isim, günəş isim. Hər ikisi üçün doğrudur? Bəli. Baxaq 2-yə. Baş üzvlərindən birinin həmcinsliyi var. Baş üzvlər mübtəda xəbər. Birinci cümlədə mübtədanın həmcinsliyi var. İkinci cümlədə isə sən qayıt, sən qayıt. Həmcins xəbərlər işlənib. Hər ikisi, demək, baş üzvlərindən birinin həmcinsliyi hər iki nümunədə, birinci nümunədə mübtədanın, ikinci nümunədə xəbərin var. Bəli. Deməli, 2-ni də götürəcəyik. Hər iki nümunə üçün doğrudur. 3-də həmcins üzvlər uzlaşma əlaqəsindədir. Həmcins üzvlər uzlaşma əlaqəsində. Bu yanlış fikirdir. Həmcins üzvlər uzlaşma əlaqəsində əsas tərəfdir. Birinci cümlədə uzlaşma əlaqəsi mübtəda və xəbər arasında olur. Mübtəda, xəbər arasında. Sənin mübtədan olur əsas tərəf, düzdürmü? Uzlaşma əlaqəsinə görə mübtəda əsas tərəfdir. Birinci cümlədə mübtəda var. Həmcins mübtəda var. Və eyni zamanda demək, bu da əsas tərəf sayılır. Amma ikinci cümlədə həmcins mübtəda yoxdur ki, o əsas tərəf sayılsın. Deməli, 3
3 yanlışdır. 3'ü götürmürük. Hər ikisi üçün doğru deyil, sadəcə biri üçün doğrudur. Nümunələrin yalnız birinə aiddir, yalnız birinə. İki fərqli cümlə üzvü həmcinsdir. İki fərqli cümlə üzvü yalnız birində var ki, o da ikinci nümunədədir. Həm xəbərin, həm də tamamlığın. 4 deməli, yalnız birinə aiddir. 5-də həmcins mübtədaların ifadə vasitəsi söz birləşmədir. Həmcins mübtəda birinci nümunədə var. Birinci nümunədə isə biz bunu görürük ki, nitq hissəsinin ifadə olunub. Deməli, yanlışdır. Bu uyğun gəlmədi. 6-ya bax, həmcins tamamlıqlar işlənib. Həmcins tamamlıqlar sadəcə ikinci nümunədə var. İkinci nümunədə işlənib, bəli, sadəcə birinə aiddir, yalnız birinə. Deməli, biz buradan götürəcəyik 1, 2, 4, 6. O da cavab B variantı. 37-də cavab B. 38-ə bax, mürəkkəb adı istəyir. Ədəbiyyat müəllimi sadəcə söz birləşməsidir. Dəvəquşu mürəkkəb sözdür. Gülyaz mürəkkəb sözdür. Günə baxan mürəkkəb sözdür. Mürəkkəb adı istəyir. Mürəkkəb ad cavab C variantı. Ayrı yazılmalıdır. Söz birləşməsi şəklində olmalıdır. Sadəcə içərisində biri, ən azı biri böyük hərflə yazılmalıdır. 39-a baxaq. 39-da cərgələrin birindəki sözlər kök, leksik, leksik sxeminə uyğun olmalıdır. Peşəkarcasına, peşəkar sözün kökü casına leksik. Küs sözün kökü kün leksik, dür qrammatik. A variantı uyğun gəlmədi. B-də dahi sözün kökü yanə leksik. Çək sözün kökü çəkdən çəkil, çəkiliş. Birinci sözə görə uyğun gəlmədi. Gendən genəl, genəldir, nədir? Genəl, gendən genəl, genəldən genəlt, genəlt, irqrammatik. Yüksəkdən, yüksəklik, dəki leksik. Birinci üçün uyğun gəlmədi, birinci söz üçün. Tanımaqdan tanış, tanışlıq. Buna uyğundur. İşdən, işlə, işlə, dikcə, fe'li bağlama şəkilçisi qrammatik. İkinci söz üçün uyğun gəlmədi. Oxşamaqdan oxşar, oxşarlıq. İki leksik var, bəli. Bərkdən, bu ilk şəkilçisini necə ayırdıq? Arasında maq şəkilçisi artırmaqla. Bərki, mək. Deməli, i ayrı leksikdir, t ayrı leksikdir. Hər iki söz üçün uyğundur bu sxem. Bəli, cavab Y variantı. 40-cı suala baxaq. 40-cı sualda ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət edir. Cümləsinə bağlı doğru fikirləri istəyir bizdən. Qurtça mürəkkəb, xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. Xəbərə baxaq birinci. Nədir dəlalət edir? Bu sənin oldu xəbərin. Qurtça mürəkkəbdir, bəli. Olmaq etmə eləmə bir götürülür. Mürəkkəb sözdür. Xəbər şəklindədir. Bəli, ır. İlki zaman xəbər şəkli. Feili xəbərin ifadə vasitəsidir. Təbii ki, xəbər şəklidirsə, təsriflənən feildir. Təsriflənən feildir, feili xəbər olur. A variantı bizdə doğru. Bizdən doğruları istəmir, cavab elə A variantı. B variantı deyir ki, feillər qayıdış və məlum növdədir. Feillər qazandığıdır, qazanmaq feili, göstərildiyinə feildir. Daha sonra dəlalət edir feildir. İndi məlum növ və deməli nə var? Məlum növ və qayıdış növdə göstərilmək. Axı, qayıdış növdə deyil. Qayıdış növdə deyil. B variantı getdi. İdmana qarşı xüsusi diqqət göstərilir. İdmana diqqət göstərilmək. Bu, şəxsiz növdədir. Şəxsiz növdə. Ona görə uyğun gəlmədi. Harada mən qayıdış növü şəkilsi ılını gördüm, götürək istəyirəm ki, onun bir məzmununa da baxmaq lazımdır da. B getdi. C-yə baxaq. Şəxsi və kəmiyyətə görə dəyişməyən feillər eyni cümlə üzvüdür. Bax görək, şəxsi və kəmiyyətə görə dəyişməyən feillər qazandığıdır. Bir dənə də diqqət göstərildiyinə. Nə edir? Dəlalət edir. Nə? Uğurlar. Hansı uğurlar? Ölkəmizin beynəlxalq arenada qazandığı feil sifət tərkibi oldu təyin vəzifəsində. Nəyə dəlalət edir? İdmana qarşı xüsusi diqqət göstərildiyinə. Feil sifət tərkibi oldu tamamlıq mövqeyində. İndi bizə deyir ki, eyni cümləsi bir tamamlıq, bir təyin hardan eyni oldu? C variantı da uyğun gəlmədi. D-də deyir, feilin bütün təsriflənməyən formalarına aid nümunə işləmişdir. Sadəcə mən burada feili sifətləri gördük. Hani bunun feili bağlaması, hani bu məstər. Yaxşı, feil bağlaması tapmaqda çətin çəkir. Bəs məstər, maqmək? Yoxdur axı. Deməli, hamısına aid səhvdir, D da olmaz. Y-də deyir, feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir. Feillərin hər biri söz birləşməsinin əsas tərəfini. Bax, ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar. Bu oldu söz birləşmə. Uğurlardır bunun əsas tərəfi. Hər bir söz birləşmə əsas tərəfi deyil. Qazandığı burada artıq olur. Aslı tərəf. Deməli, Y variantı da uyğun gəlmir. 40-da cavab olur A variantı.